bugünkü oyunu necə qiymətləndirirsiniz? Bu hesabı milli komanda üçün gözlənilməz hesab eləmək var. Gözlənilməz deyiləndə ki, əslində daha çox istəyirdik ki, qələbə qazanar. Alınmadı. Yəni ki, deməzdim ki, bizim üçün pis nəticədir. Amma inşallah ki, o birisi oyunları udub qrupdan çıxmaq istəyirik. Oyunun belə deyək, ya bir 10-15 dəqiqəsində sanki bir ehtiyatlı oyun vardı. Belə hiss olunur, kəşfiyyat xarakterli oyuna bənzəyir. Yəni tapşırıq verildi, yoxsa rəqibdən ehtiyatlanır? Yox, rəqib yaxşı rəqibə qarşı oynayırdı. Pis rəqib deyil, həqiqətən yaxşı rəqibdir. Deməzdim ki, əslində bizim meydançada da birinci oyunumuzdur. Heç o burada məşq eləməmişik. Bizim üçün də sürpriz meydan idi. Ona görə belə alındı. Komandanın ümumiyyətlə psixoloji, fiziki durumu nə yerdədir? Psixoloji, fiziki durumu yaxşıdır. Gələn oyun inşallah ki, qələbə qazanıb daha yaxşı eləmək istəyir. Birinci hissə və ikinci hissənin fərqi. Yəni birinci hissədə bizdir, komandamız hesabı açdı, ancaq son dəqiqələrdə oyun buraxdı. Onun nə ilə əlaqələndirmək? Fərdi oyuncu səhvi idi. O olur oyunda. Ən yaxşı oyuncularımızdan biri idi səhv eləyən. Bu futboldur, burada belə şeylər də olacaq. Çalışacağıq ki, azaldaq bu səhvləri. Milli komandanın gol imkanları daha çox oldu, yəni rəqiblə müqayisədə. Sizcə bunu belə həyata keçmək, realizə etmək üçün nə çatmadı? Soyuqqanlıların çatmadı, yoxsa nə çatmadı? Məncə meydança amili təsir eləyir. Meydança tam oturmayıb. İnşallah ki, o birisi oyuna daha yaxşı olur. Bu nəticədən sonra milli üzvlərlə nə dedik? Hələ heç də deməmişik, söhbət eləyəcəyik. Yəni, vaxtımız var hələ, 2 gün vaxtımız var, söhbət eləyəcəyik. Necədən sərəflər edəcək? Buna bax, milli üzvlərlə görüşdük, nəsə dedik? Hələ heç kimlə görüşməmişik, inanmıram ki, nəsə desinlər. Başqa nəsə istəyiniz, arzunuz, fikirləriniz var. İnşallah komandaya uğurlar arzulayıram, gələn oyun daha yaxşı oyun göstərir. Azərbaycan işlərlə bağlı fikirləriniz. Çox sağ olsunlar, yaxşı dəstək oldular. İnşallah gələn oyunda azərkeşləri daha meydançada tribunaları doldurmaqlarını istəyirik. Daha yaxşı nəticə qazanacaq.